Azərbaycanın milli komandalarının legionerləri böyük bir problemlə üzləşə bilərlər. Söhbət Rusiyanın idman naziri Mixail Dekçerovun açıqlamasından gedir. Rus naziri öz ölkəsində doğulan, ancaq başqa ölkələr tərəfindən milliləşdirən idmançılarının Rusiya buraxılmasının, Rusiya ərazisində təlim məşq toplanışlarında iştirak etməsinin əleyhinədir. Məsəl üçün, Rus idmançıları ki, Azərbaycan milli komandasından çıxış edirlər, bu qərar, qanun necə deyirlər, qüvvəyə minsə, Rusiya ərazisində buraxılmayacaqlar. Nə yarışlara, nə təlim məşq toplanışlarına, nə də sadəcə olaraq evlərinə gedə biləcəklər. Təsəvvür edirsiniz, məsəl üçün Azərbaycan milli komandasının sərbəst güləş növü üzrə legionerləri heç bir Rusiya ərazisində heç bir yarışa, məşqə və yaxud da evə gedə bilməyəcəklər. Bu bizim milli komanda üçün problem yaradır. Digər tərəfdən də mənə elə gəlir ki, bəzi federasiyalar, bizdə maşallah çoxdur Rus legionerlərdən istifadə edən federasiyalar, oturub fikirləşməlidirlər ki, artıq vaxt gəlib, öz idmançılarımıza ümid daha çox olmalıdır. Və öz idmançılarımızı yetişdirməliyik ki, bir-iki ölkə belə qərar qəbul etsə, biz oturub fikrə dolmayaq ki, bu neyniyək biz, nətər eləyək, necə eləyək. Məsələ çox sadədir. Öz idmançılarımıza diqqət yetirilməlidir. Qurtardı, getdi.